buraxılmış bütün iPhone-ların hekayəsidir. Orijinal iPhone-dan tutmuş son iPhone Air-ə qədər. 2007-ci ilin iyul ayında ilk iPhone dünyaya gəldi. Amma bir dəqiqə, texniki baxımdan desək, tarixdəki ilk iPhone əslində Apple-ın smartfonu deyildi. Bu 1998-ci ildə Infogear Technology Corporation tərəfindən təqdim olunmuş böyük stasionar simli bir telefon idi. İnternetə çıxışı var idi və daha çox ev telefonu ilə kompüterin qarışığını xatırladırdı. Bir müddət sonra Infogear şirkətini Cisco satın aldı və maraqlısı odur ki, 2007-ci ildə Apple öz ilk iPhone-unu təqdim edəndə iPhone adlı bu ticarət nişanı hələ rəsmi olaraq Apple-a məxsus deyildi. Nəticədə Apple ilə Cisco arasında patent və ad hüquqları ilə bağlı mübahisə yarandı. Bu məsələ məhkəməyə getmədi. Tərəflər məhkəmədən kənar razılaşma ilə problemi həll etdilər. Apple Cisco-dan düz 10 il ərzində şəbəkə avadanlıqları alacağını söz verdi. Əvəzində isə iPhone adından sərbəst istifadə hüququ qazandı və məhz bundan sonra bu ad artıq tam mənası ilə Apple tarixinin bir parçasına çevrildi.